İlk dəfə səhər verilişinə çıxdım. Bir proqramı hələ onda çalışırdım. Axır aylarım idi işdə və proqramdan sonra səhər mənə bir zəng gəlir. Telefonu götürdüm. Deyir ki, salam, alimdir danışan. Bir bəydir. Mən də belə çaşıb qalmışam. Deyirəm, alim kimdir? Deyir, Alim Qasımovdur da. Siz təsəvvür eləyin. Hələ ofisimi açmışam. Bir dənə ofisdə əşya da yoxdur. Prosta qurulub belə yerindədir və mən o telefonda Alim Qasımovun səsini eşidirəm. İlk Instagram səhifəmin aşağısında videolarımız da var Alim bəylə. Orada çakralardan danışırıq. Hansı çakra, hansı endokrin sistemə bağlıdır, insanın həyatında nələr baş verir və mənə dedi ki, siz orada danışdınız, siz mən deyir onları yaşamışam. Orada deyir nömrələri gördüm, götürdüm zəng elədim və bu mənə artıq kainatın bir mesajı idi ki, sənin hələ bir dənə ofisə təzə pasiyentin gəlməyib və xalq artisti heç bir ortada tanışlıq olmadan sənə zəng eləyir və gəlir. Ayağı xeyirli, uğurlu oldu. Buradan da Alim müəllimə salamlarımı göndərirəm. Bizim dahi, bəli, sənətçimizə.